Salam əziz şagirdlər. Gəlin 20-ci suala birlikdə baxaq. Əvvəlcə sualımızı diqqətlə oxuyuruq. Bir düzxət üzrə hərəkət edən iki cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Müşahidəyə başlayandan sonra hansı zaman anında və ya anlarında cisimlər görüşmüşdür? İndi burada bizim üçün əsas olan ifadə cisimlər görüşmüşdür ifadəsidir. Bəs iki cisim nə zaman görüşür? İki cisim eyni zaman anında, eyni koordinatda, yəni eyni yerdə olduqda görüşür. Deməli, cisimlərin hansı anda görüşdüyünü müəyyən etmək üçün qrafikdə onların bir-biri ilə kəsişdiyi nöqtələri tapmalıyıq. İndi isə qrafikə diqqət edək. Burada iki cismin hərəkətini göstərən qrafikimiz var. Birinci hərəkət qrafiki, ikinci hərəkət qrafiki. Və biz görürük ki, qrafiklər birinci dəfə 1 saniyədə kəsişir. Diqqət edirik. 1 saniyədə kəsişirlər. Deməli, t bərabər 1 saniyədə cisimlər eyni koordinatda yerləşir. Buna görə də həmin anda cisimlər görüşür. Amma şagirdlər, burada dayanmaq olmaz. Çünki sual bizdən hansı zaman anında və ya anlarında soruşur. Ona görə qrafikdə başqa kəsişmə nöqtəsinin olub-olmadığını da yoxlamalıyıq. Gördüyümüz kimi qrafiklər 5-ci saniyədə də kəsişirlər. Deməli, t bərabər 5 saniyə zaman anında da görüşüblər və onların koordinatları eynidir. Beləliklə, cisimlər 1-ci və 5-ci saniyədə görüşüblər. Ona görə də bizim düzgün cavabımız burada E variantı olacaq. Bir ümumiləşdirmə edək və yadda saxlayaq. İki cismin koordinatının zamandan asılılıq qrafiki əgər bizə verilibsə, cisimlərin görüşmə anlarını tapmaq üçün qrafiklərin kəsişmə nöqtələrinə diqqət etməliyik. Bu qaydanı əgər yadda saxlasanız, belə sualları çox rahat həll edəcəksiniz. Şagirdlər, bu sualımızın izahı tamamlandı. Ümid edirəm ki, görüşmə anını qrafikdə necə müəyyən etdiyimizi artıq yaxşı başa düşdünüz. Növbəti izahımızda görüşənə qədər.